Pijamayla çıxıb dedim elə çıxma. Yolun ortasında yamaq olmaz. Ay vahimədir. Buna bax, buna bax, buna bax, buna bax. 2 dəqiqə. Buna bax. Bu da mənim tapıntımdır. Həyatım boyu tapdığım özüm üçün ən varlı dəyərli şey. Aslında yox. Qərib. Düşmənlər gəlir, düşmənlər. Çünki sən demişəm, həlli. Əllərində də, ayaqlarında da çarmıxa çəkiblər yəqin ki. Herkese salam, benim cappuccinolarım və espressolarım. Mən tezə açılışımda necədir? Sizə daha belə səslənmək istəyirəm çünki artıq İtalyan olmuşam. Bu günlər Vatikandayıq. Ümid edirəm ki, siz üçün maraqlı olar. Çünki niyə də olmasın? Dedilər ki, təzə Roma papası seçilib. Bizə dedik ki, gerək papaya xeyir-dua verək, qəriblər ikimiz də. Buranı fəth eləyək. Heç nə də, baxın, axıra qədər gülməli şeylər olacaq. Gedirik kilsəyə. Getdik. Salamlar hər kəsə, uşaqlar. Bir avara mən qətdən çıxmışdım. Gəlmişik Vatikanın yan yörəsinə. Vatikan Romanın daxilində olan başqa bir nədir? Ölkədir. Ölkə teokratik monarxiya. Teokratik monarxiyadır. Arzu inanıq. Gedirik Romanı dağıdıb tökməyə görək nədir. Yenə də arxitekturası adamı dəli eləyir. Bir-iki dənə kadrlar qoyarıq indi. Mavi fırbaxlı qaqaşlar. O. Tak uşaqlar. Gedirik üzü Vatikana tərəf. Düz mərkəzi yolundayıq. Mən dünən gəlmədim. Papanı seçməmişdilər. Dünən səhər seçiblər. Dünənlər gəlməmişəm, papanı seçiblər. Məndən icazəsini niyə seçirsiniz? Mən gəlməmişəm bura. Siz papazat seçirsiniz. Başa düşmədim. İndi gəlmirəm kimdir vəbşi. Mənim xoşuma gələcək ya yox. Gedim approve eləyim gələm. Belə. Əsəblər pozulur. Braziliyanın bayrağı zadı var. Mərkəzi küçəsidir. Düz gedir çıxırıq Vatikana. Burada belə turistik məkanlar. Burada belə turistik məkanlar. Burada hot-doglar, mod-doglar. Nə? Oo, exchange. Bu olsaydı fırladardı. Cappuccino. Oh no. No. Bacılar var burada. Muzey Leonardo da Vinci. Qəşəng. Avropada Azərbaycanla müqayisədə cəmaət laf gəzə bilmir. Hamı belə gezir, belə. Belə. Düz yolda, bax, düz yolda, düz yol. Nə var deyəm, bey. Zagar almışam mənə. Keçmir. Adam çoxdur. Bilmiyorum. Bu boyda GoPro'muz var. Ətəqə bir ayaqları bir dənə qaqaş. Babala bir şeylə belə bir video çəkir bilənsə. İstədim görsədim. Memniko bi GoPro. Getdik Vatikana. Sağ ol. Ancaq wow. Vatikano. Çox qəşəngdir. Seyrətlərdəyəm hal-hazırda. Həcci sürəti içinə girmək istəyirəm. Yəni ki, dünyada ilk yerdə deyəsən, hə? Hə qızım. Ən böyük kilsədir. Ən böyük kilsədir və dünyada ilk yerdə hansı ki, dövlətin içində dövlət var, hə? Elə bir şeydir. O, dəhşət. Hava da çox istidir. Nə yalan deyim. Belə. Cəmaət hamı şəkizat çəkir. Yəqin ki, biz də çəkərik indi bir ikisini. İki dənə şimşak şak eləyə görək nə olur. Bura çox istidir. Ona görə belə papaq taxdım. Çünki ölürəm istidən. Dəhşətli dərəcədə çox adam var. Ona görə də yəni qısa hərəkətlər eləyirik. İndi burada belə şeylər qoyublar ki, insanlar birdən-birə meydana axınmasın. Dünyanın birinci ən böyük kilsəsidir. İkinci kilsə də Samebadı Gürcüstanda. Orada getmişdim, amma o vaxtı videolar falan çəkmirdim deyə. İstəsəz videonun içinə yerləşdirə bilərəm sizin üçün şəklini. Orada çox qəşəng idi bu arada. Ora tam fərqli idi, amma bura tam başqa bir şeydir. Hərəsinin öz yeri var yəni. Bu da turistdir deyəsən, adını bilmirəm. Yo, mafaye. Danışa bilmir. Dili açılmıyor belə. Pijamayla çıxıb dedim elə çıxma. Mərkəzindən kənara keçə bilmirik çünki postlarını belə düzgünlər var. Adamlar nəyəsə hazırlaşır, nəsə eləyir. Nəsə baş verəcək. Nəsə baş verəcək. Böyük və böyük ehtimal
Odur ki Papa təzə seçilib deyənə O gələ də bilər Hə. bu arada. görək nə göstərir. Maraqlı bir şey olsa çəkəcəyik. Vatikan kilsəsinə girmək üçün yaranan növbə. Biz də deyirik növbə var. Gör hardan başlayır növbə. Gör növbə hardan başlayır. Vay vay vay. If you want. 35 dəqiqədən sonra axır ki içəri girə bildik. Ərim papağını itirmişdi. Yaxşı polis var idi orada sağ olsun. Köməklik elədi. Qeyrətini qoyduq başına. İndi axır ki Vatikana girə biləcəyik deyəsən. Kilsənin özünə. kilsəsinə. Kilsənin özünə və yağış yağır bu arada. Çox istidir amma yağış yağmağa başlayır. Sizə böyle şöyle göstereyim. Yani yağışlar damlamağa başlayıb amma hava çox istidir. Gah çox gün olur, gah buludlar onu məhv eləyir. Çox az yolumuz qalıb, giririk deyəsən. Çox az bir damcı yolumuz qalıb. Kilsəyə giriyoruz. Kilsəyə giriş kısa şortiklə falan, mayka ilə falan qoymurlar. Ona görə üstündə nəsə giyinmək lazımdır. Düzü bir iki nəfər gördüm belə mayka ilə zaddan gələn, amma içəri girəndə şey elədilər. Üstünə bir şey giyindilər. Yəni biləsiniz. Gəldik axır ki. Gəldik. Bəli. Tam olaraq Vatikanın önündəyik. Vatikan kilsəsinin. Düzəliş eləyim, səhv olmasın. Çox gözəldir. Videolar nə qədər düşür bilmirəm, amma həyatda yəni çox gözəldir, çox gözəldir. İnşallah bir dəfə də olsa bura gəlmək qismət olar sizlərə. Gələnlər də yazsınlar ki, mən düz deyirəm, yoxsa səhv deyirəm. Yəni öz experience-imi paylaşmağa çalışıram sadəcə. Çox gözəl. Kamera verir, vermir, bilmirəm. Non è finta stesso, ti dico, ma non è visto. Wow. Çox gözəl dedin qoydun. Bir dənə əzəmətə bax. Bunlara bax bir dənə. Yolun ortasını demək olmaz. Dəhşət. Allah'ım gəldi lan. Valla adam doğur. Adam doğur, çox doğur. Yəni ki, psixoloji çox doğur. Wow. Buralarda bölüblər o səbəbdən ki, burada Turzat söhbəti də var. Bunların deməli toplanma məntəqəsi bir qırağa. Amma turlar üçün əlavə muzeylər falan bunlar hamısı ödənişləndir. Adam başı 50, 55, 60 evrodan başlayır. Bu da adam başı 100, 20, 130 manatdan eləyir. İnternetdə oxuduğumuz məlumata görə vaxt çox lazımdır, amma bizim vaxtımız çox deyil, çünki baxılası yerlər çoxdur. Yəni muzeyə girdinsə sən əgər gerək baxasan diqqətlə, analiz eləyəsən, bizim ona çox təəssüf ki vaxtımız yoxdur və baxılası yerlərimiz çox olduğuna görə biz elə haftu girmişik. Ay, vahimədir. Ödənişsizdir. Yəni bizim kimi gəzmək, baxmaq, nəfəs almağı istəmək ödənişsizdir. Amma başqa yerlərə getsəz, muzeylərə falan getsəz, bu hamısı pullandır. Soy motivet del consigliam, Gesù al Strisi nel veterine teie, Reden una, Reden uile, Uimeşe, Divarlarda elə gözəl heykəllər var ki, çox dəhşət dərəcədə. Yəni çox fərqlidir. Çox fərqlidir. Bir nəfər şoka düşüb. Bir dənə əzəmətə baxın, prosto, nə bilim. Mən divarın yanına gedim, biləm, mən şey. Mənim boyumdan divara çəkdi. Çox uzundur, boyum çatmır, yıxılacaqdım az qalsın. Mənim boyum demək olar ki 2 metrdə. İndi 2 metrlik adamın yanında bir dənə buna baxın.
Allah çox. Hələ əlavə məlumat da odur ki, biz getmək istədiyimiz amma gedib edə bilmədiyimiz mövzu da odur ki, bu kilsənin altı muzeylərdən doludur. Yəni ki, bu gördüyümüz ərazi və gördüyümüz yer bu obyomda heç nədə Bu arada aşağısında. sənin boyun yox, mənim boyum 2 metrədir. İndi mənə divardan göstər. Mən 2 metrəyəm, gözümdə yaş. Gördünüz axıra kimi görsənirdi. Gördünüz patoloqa dəyər başım. Bura o qədər böyüdü ki, iç-içədir. Fərqli yerlər var. Burada da elə bir yer var. Video çox çəkmək olmur uşaqlar. Burada sizdə necə çox adam var. Özün belə zorla görürsən hər yeri. Bəs bir ağara girdiyimiz yer pulsuzdur və gift shopdur. Giftin içində. Gəlib çıxmışıq belə bir qədimi yerə və buna bax. 2 dəqiqə. Buna bax. Arzu tam parfüm tapıb deyəsən yenə. Su da bu deyəsən içməyə. Ayağı burada soğur 3 euro. Bu nəsə bizim dini sulardandır məncə. Xavarkarız belə. Şirindir. Ho finito. Attenzione, madame, sorry. Yəni o qədər nəhəng, o qədər işləmələr. Yəni bir dizayner olaraq mən sadəcə wow. Heyrət. Burada nə qədər əl işi var, nə qədər əziyyət var. Çox qeyri-adidir. Neçə illər, neçə yüzilliklər, necə tikilib. Amma o qədər çox adam var ki, bəzən adam uca bezir. Həqiqətən bəzən bezir, yəni. Çox hədsiz çox turist var. Bu qədər adamı ümumiyyətlə mən çox belə cəmiyyətdə bu qədər adam görməyi xoşlamıram. Sevmirəm, yəni çox adam. Ona görə də axırda kəndə köçəcəm. Bura vəbşə dəhşət. Bura gedir qabaqda tur rəhbərimdir mənim. Tur rəhbərim pijamasını giyinib gedir. Şopa gəldik. Allahım, bura nə gözəldir. Buradan nələr almaq istəyirəm. Bu yana bunun gözəlliyinə baxın. Ki gözəldir. Nə tapmısan? Michelangelo. Almaq istəyirsən mənə? Yox. Tamam. Ne bu tablonu bilməyən yoxdur yəqin ki. Burada kitablardır. Köhnə papa rəhmətlik. İndi mən buradan yüngül də olsa bir şey alıb aparmalıyam. Çünki niyə də olmasın? Çok qəşəng şeylər var. Çok qəşəng şeylər var. Çıxdıq. Adam azalıb bu arada bayaqkına baxanda. İndi görək hara gedirik. Bir dənə şəkil çəkib çıxırıq. İngiltərədə görmək istədiyim əsgərləri burada gör. İngiltərədə də görərik inşallah. Bu da Azərbaycan əskəridir. Marş irəli. Marş irəli. Getdik. Castel Sant'Angelo'ya gəlmişik indi. Roma Pass'la olduğumuza görə növbəsiz keçirik. Heç gözləmədən keçdik. Cəmaət 1 saatı gözləyir. Hələ bilet almağa gəliblər onlar. Biz də keçdik. Buradayıq. İndi içərini sizin üçün Gözümdən gələcəkdi 200 manat ki, gəlmədi. Ancaq bura giriş deməli adam başı 21 evrodur və hər yerə girmək olur. Nəsə də nəsə. Amma nəysə. Həçlə indi içəri girək. Sizə çəkəcəm oraları da. Girdik, içəridəyik. Bulaq. Gecələr bulaq başı.
Geceler dağ başı. Onun Daş var yüzü vallahi, vəsidir. Gecələrin sirdaşı. San Angelo kastlı. Sonra əməli başda qaladayıq, qala, bildiyiniz qala. Bu düz şəhərin mərkəzində yerləşir özü. Düz şəhərin ortasındadır. Mən çıxdım otaqdan. Salam əleykum. Sağ ol. Salam əleykum. Artıq azadlıqdayam. Oy, Allah sənə can sağ ol versin. İlk otağımız bu qalanın içində tapıntı vardı. Bu da mənim tapıntımdır. Həyatım boyu tapdığım özüm üçün ən varlı dəyərli şey. Aftafa yox. Aftafa. Yox, aftafa deyil. Üstünə bağlı. Buyudur, buyu. Hə. Oo. Aynı başta. Bunu məncə şeylər oradan tutub belə fırlada ya elektrik alıblar ya su alıblar. Nəsə belə bir şey. Mulini. They are just male. Kardeşim nəsə eləyir burada, ayaqqabısını düzəldir. Buradan top atıblar, hə. Qoruyurmuşlar da, qalanı burada qoruyurmuşlar yəqin ki. Yəqin ki, yox, 100%. Bəlkə top atmaq deyəndə topu daha böyük təsəvvür edirsiniz. Balaca. Amma topların ölçüsü də olub da, top atanın da özünün ölçüsü olub. Ona bax, o mən həmişə kinolarda gördüyümdür. Asterix topu verir. Abelix uçurdan. Arendaya verirlər Cuma'da. Yolan ortalıqda. Italiano pero. Belə də böyük, baba böyük. Mən daha böyük təsəvvür etmişdim topları. Özdə onlar heç praktiklik eləmir, daşdır prosta. Daşdır da, prosta daş sındırır da, dağıdır. Kimisə başına da dəyirmiş, bu da bunların müharibəsi. Oo, adamlar o vaxtı gəliblər bura. Giriblər buradan belə, iç öyle baxıblarmış. Və buradan kiməsə nəsə atır varmış və s. və axır. Çox gözəldir. Çox gözəldir. Qızım, haradasan? Sakit dur. Buranı qoruyuram. Tapancama bax. Tapancama. Oo. Qərib. Düşmənlər gəlir, düşmənlər. Nə edirsən? Düşmənlər oradadır, gizdən. Gizdən baxaq. Burada atışırıq. Şau. Allah bilir neçənci mərtəbəsinə qalxırıq. Köynə, hər şey köynə. Restavrasiyasını da belə çevirək, həqiqətən. Restavrasiyanın beləsi. Burada yazılar ne olur? Böyük ihtimal ki oturmaq üçün. Quşa bax. Qavlə. I'm sorry. Cortile dell'Angelo. Çox böyük imiş. Qala da bildiğin qala. Şavar qapalı muzeylərinə gəlmişik. Hər yerdə belə şeylər var. Şəkillər, portretlər. Mənim paltarlarımın maksimum yerləşəcəyi o şifonyer. Oh. Wow. Düzdürəm. Təmiz. Hələ bəlkə yenə də. Bu ilə də qurtarmaz da, inanın. Yəni hər dəfə al. Məncə onunla da qurtarmaz neysə. 100%. Portretlər.
Mixed media and plans. Yəqin ki, hə. Yəqin ki. Mavik. Aa, əməllidir, xodu zadı var. Ot qalıydı masardı. Fotoğrafın güzelliği şaka mı? Necə gözəldir. Necə eləyiblər, necə çəkiblər, mən bilmirəm. Gedək bura girək. Bax, kimi yeriyirlər. Ana, hoş olsa qulaq asardıq. Yataq otağıdır. Yataq otağıdır. Balaca deyil bu kravat, mən bunda yıxılaram. Oo, iş otağıdır qərib. Çox qeyri-adidir. Yazmana baxın. Dəyişək. Arzu şey baxır, tapır özünə. Paltar. Yaxşı şkafda saxlanacaq, tam odur. Çox qəşəngdir. 100% çok qəşəngdir. Dub fanlığı. Bura balaca deyib, balaca isidicidir. Burada şamar oldu ehtimal. Sinemada elə yox. Hə də nəysə isidicidir də zaten. Şamdan isidiblər, nəylə isidiblərsə ümid edirəm ki, isinib. Nə görək? Bu da isidicidir. Kamin də tipa. Ama çox böyükdür, nəhəngdir. Nəhəngdir, bir də bura var, nə boyda? Wow. Burada otururmuş, əmir verilmiş də yəqin ki. Onun kəlləsini alın. Onu mənə gətirin. Burada da arvadlar deyək belə yerliyirlərmiş. Qəlbi istədiyi həyat. Ya. Kimin? Sən istədiyin həyat deyil. İndi gedirik yuxarı. Aa, yox, hələ o bir otaq var. Bir də bir otağa gedirik. Bu otağa. Saçım başım iç filmdə deyil. Eybi yox. Turistəm də neyini? Girdik. O, buranın qalanın mini versiyasıdır. Şöyle olur qalar. Buradan. Sudan xala. Dur, dinle bak. Sudan xala. Oo, diyen gördü. Çox nəhəngdir. Yəni bunun fiquru nəhəngdirsə özünə boydadır. Bax, kiçik pəncərələr hər yerdə. Yenə də qalanı qorumaq üçün. Neçə dənə mərtəbə qoruyublar, Allah bilir. Buradan da həmin o çay görünür. İndi xanım keçsin, göstərəcəm. Şar, bu vlogun ən ideal görüntüsünü göstərirəm sizə. Yəni onu nəzərə alsaq ki, biz qalanın içindəyik. Siz oradan gəlmişik ya bu arada. Bu keçiddə, bu qalaya daxildir. Çox gözəldir axı. Çox gözəldir. Körpüyə bax. Bir dənə də qapalı məkan. Bunların patologları dəhşətdirlər konkret. Otağın hündürlüyü, kaminin böyüklüyü. Hə, Arzu sən boyda da elə. Hündürlüyü 1.60. 1.60. 1.60 bizim.
Bu demək Amerikada deyəsən. Şurada olduğu Emilian School məktəbi. Öldürüblər, buradan kesiblər. Ananın da əlinə girib. Bax, ananın da əlinə girib. İsus Kristus ola bilər, əllərində çünki şey var. Ayaqlarında da yer çarınqa çəkilib. Odur. Necə biləlim. Böyük ehtimal ki, İsus'tur. His keçirtdi. Böyük ihtimal ki, İnsanlar- İsus'tur. Çünkü sen demişken hele Əllərində də, ayaqlarında da Ayaqlarında. çarınqa çəkiblər yəqin ki. İnsanlar göz yaşları falan çox sanki o ana getmiş kimi hiss elədim. Nə yalan deyim. Qanım qaraldı gəz. Gedək. "20 dəqiqədir pilləkən çıxırıq, uca da mən çıxa bilmirdim də. Təsəvvür edin bəlkə 10 mərtəbədən yüksək bir mərtəbəyə çıxmışıq ayağla və çox dar pilləkənlərlə. Amma dəydi. Angelanın terasıymış burası. Bura Angelanın terasıymış. Bütün hər yer görünür buradan. Məsəl üçün Quran göstərə bilərəm sizə. Yəni belə davam edir. Görün nə qədər hündürdə idim, özünüz təsəvvür edin. TikTokda gördüyüm o yerə gəlmişəm. Çıxışdaymış sən demə. Buranın gözəlliyinə baxın. Bu da eksponatdır, qoymuşuq bura. Bura çox gözəldir. Yəni belə bir şey yoxdur. Çox qəşəngdir. Wow. Yox, burayla da bitirdik. İnşallah növbəti tripdə davam eləyərik, görüşərik.